videoların altına məni etiketdirsən. Denən səndə gözüm var, səndən abişlik qalmışam. Mən sənə başa düşüm. Başa düşdün? Bütün gündə oturub mənə baxırsan. Fikrim məni orijinal Eşreflə ayırmaqdır. O paylaşdığın sən Allah, indi özünə görə insan deyil. Amma mənim tipim deyil axı. Ay külü qoyum sənin boş başına. Cəmaatın ərin qoymusan ora, bilmirəm əridir, yoxsa özünün düzəltdiyi dostun zadındır. Paylaşıb qoymusan ora. Bir yaxdan Eşref polis zabiti idi, indi oldu tikinti şirkəti. Keçən dəfə özünü çürürdüm. Mən bilirəm, Orxanı tutturmaq istəyirlər Rasif oğlunu. Özü belə deyir. Orxan Rasif oğlunu siparişlə bunun sevgilisi polis memurudur. Bu devlet işçisidir. Ona göre de bu Orxan Rasif oğlunu tutturacaq. Bunun zakasındadır. İndi oldu satış, ne dedi? Tikiş, hə. Tikinti. İndi oldu tikinti. Şükür sənə, Xudayet. Zivər, sən buradan bir söz deyim. Sənin başın çatmır deyə. Sən qaqa qoyublar ortalığa, qaqam da olma. Oynadırlar əllərində. Sən yalandan videolar atırlar, şəkillər atırlar. Görə başında çatmır. Ondan mədəni şəkildə istifadə edib sənlə bərk mırtdaşıblar Zivər. Sən öl, sənlə bərk mırtdaşıblar. Demirsən Eşref odur, qardaşın olsun. Onun xahiş edən mənlə bir də yazışmasını, belə məsələ bombasan, belə avtoqraflar, belə bomba şeylər, sənə xəbərlər gəlirsə, bir dənə zəhmət olmasa, o mənim güya padruqam var, sənə xəbər gətirəm. Bir dənə mənim o gedəylə, bir dənə şəklimlə, yazışmamla qoysun, biz də baxaqdan olar ki. Daha açıb tökümsən hamısını açdıq da. Gic xəstə pis yıx. Qoyub cəmaatın şəklini ora. Keçən dəfə deyirdi, dövlət işçisidir, indi deyir, tikinti şirkətinin müdürüdür. Bunun başı çatmır. Bu gecə yatır, senari qurur. Hələ onun canısında dız, vay, ev dağıdandır, vay, nə oldu və sevdiği kişilərdən danışmır. Az mən elə pis gündəyən evliyə qalım. Cəmaatın artığına qalım, ucuz. Mən şəxsə Eşreflə baxıb ona bayaqdan gülürəm. Niyə? Çünki başı çatmır. Pirçam da Eşref o. Xəstə pis yıx. Kişi sənsə, buradan sənə deyirəm. Kişi sənsə, mənim ondan şəkillərimi, orijinal yazışmaqlarımı, çıxsın danışsın, Sako mənim səsini eşidib, arzum eşidib, səsləri ən azından tanıyırlar. Görək o adamla o adam eynidir. Bir dənə duxun çatırsa, bir dənə o hərəkət elə də. Belə də ki, Eşrefin pulu var, bəli. Sənə belə 50 min yox, 100 min də verib bilet alırıq. Amma sən o kişi deyilsən axı, gələsən Bakıya. Gəlirsən, günü sabah sənə 100 min veririk, biletivi də alırıq. Dur gəl Bakıya, amma sən kişi deyilsən.